Pasientlər, uşaqlar 15 günlük seansda mənim toxunuşlarımın sayını sayırlar. 15 günü saymırlar. Deməli, Mənim bacım, Röya xanım əli mənə dəyməlidir. Deməli, pectus carenatum var, aparatlar. Çəkməci döş qəfəsində istifadə edirik bunu. Xüsusi bir aparatdır və onu qoyuruq ki, döş qəfəsi içəri batan uşaqlarda bu döş qəfəsini çıxarmaq üçün də müalicə seanslarımızda həyata keçirdirik. Və mən getdim, ilkin olaraq baxdım, ölçdüm, necə aparat qoyulmalıdır. Assistentə göstərirəm və deyirəm ki, seans vaxtı bunu icra edirsiniz. Və 5 gündən sonra gedirəm, təzədən ölçürəm. Baxıram ki, irəliləyiş var və çıxıram sevinə-sevinə valideynə məlumat verməyə ki, bəs sizin uşağınızda 3 sm dərinlik artıq 2 sm düşübdür. Deyir ki, bir dəfəyə. Deyirəm ki, yox, necə bir dəfəyə? Deyir ki, bir dəfə istifadə etmisiniz də. Mən də deyirəm ki, yox xanım, bəs biz 5 gündə onu istifadə edirik. Bu günləri 5 günün sonunda sizə məlumat verirəm ki, 3 sm-dan 2 sm düşüb. Deyir ki, yox. Siz bir dəfə istifadə etmisiniz. Deyirəm ki, buyurun gəlin içəri. Gəlirəm, uşaqdan soruşuram ki, qızım, bu səndə neçə gündür istifadə olunur? Deyir ki, 5 gündür. Anası deyir, axı sən mənə demisən bir dəfə. Deyir ki, mən Röya xanımın elədiyini demişəm. O bir dəfə sayılır. Yəni bu 5 gün sayılmır. O bir dəfə sayılır. Yəni əslində bu çox yaxşı bir şeydir. Yəni ki, pasient səni özünü görmək istəyir də oradakı. Yəni sadə bir aparatın qoyulmasıdır. Yəni orada mən xüsusi heç bir şey tətbiq etmirəm. Sadəcə göstərirəm necə qoyulacaq, amma onda belə öyrəşiblər artıq məni görməyə, seans otaqlarında mənim olmağıma.